Bu ideyanı ilk dəfə dostlarımla paylaşanda mənə dəli kimi baxırdılar. Nəhayət ki, kodlaşdırıb bitirdik. Deməli, səsli mesaj göndərik bu süni intellektə. Hər gün səhər tezdən idman etmək gün ərzində bizim tonusumuzu yüksək saxlayır. Baxın, necə nəhəng bir süni intellekt sistem qurmuşuq və yalnız Telegram mesajı ona kifayətdir. Həmin o səsimizi tekstə göndəririk. O tekst üzrə avtomatik video söhbəti hazırlanır və o söhbətin əsasında xüsusi səhnələr dizayn edilir avtomatik. Daha sonra bu səhnələr hərəkətə gətirilərək bizə təqdim olunur Telegramda qəbul edək ya yox. Və əvvəlcədən artıq düzəltmiş olduğumuz avatarlarım ilə Hər gün səhər tezdən idman etmək beynin endorfin səviyyəsini artırır, təəccüblü deyil ki, əhval-ruhiyyəmizi qaldırır. Möhtəşəm. Gerdə yalnız bir iş qalır, o da ki, videoda danışılan söhbəti artıq yüksək səviyyədə editləmə sistemi qurmaq, hansı ki, kömək olacaq avatarımızı robot kimi yox, təmiz insan kimi naturalistik danışmağa. Əgər uzaq görən birisənsə, bəli, deməli mövzunu anladın. Bu sistem ilə istənilən bir insan öz kopyasını yaradaraq öz biznesini inkişaf etdirə bilər. Sistem yaxın bir neçə gün ərzində ideal səviyyədə artıq sazlanacaqdır. Restoran sahibi, idmançı, fərdi sahibkar, dizayner, proqramist fərqi yoxdur. İstənilən bir insan arxa fonunda istər sinematik, istər realistik, istər karikatura videoları ilə öz simasının kopyasını danışdıraraq təkliflər edə bilər. İndi isə xahiş edirəm şərhlərdə fikrinizi bildirin. Bu sistem sizə maraqlıdır yoxsa ki yox? Fəaliyyət növünüz nədir?